Ötən gün Gəncədə ölümcül ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən və xəstəxanada vəfat edən 18 yaşlı gənc oğlanın yaxınları hadisənin araşdırılmasını istəyirlər. Əməkdaşlarımız dünyasını dəyişən 18 yaşlı Elgün İbrahimovun Gəncə şəhərində kirayə yaşadıkları evdə olublar. Dünyasını dəyişən gəncin qohumları bildiriblər ki, Elgün İbrahimovu vəhşicəsinə döyüblər. Yaxınları aidiyyəti qurumlardan onlara bu işdə köməklik göstərilməsini istəyirlər. Çox yaxşı uşaq idi, heç kimə dəyib dolaşmırdı. Sakit uşaq idi. Dərsində zadında işində gücündə idi. Xəstəxana zənglərdə sinif yoldaşlarım belə olubdur. Mən də durdum, getdim ora. Sonra eşitdi ki, rəhmətə gedir. Amma bilirik ki, uşağımızı vəhşicəsinə döyüblər, vurublar. Bax belə, bunu bilirik. Ancaq ayrı heç nə bilmirik. 17 yaşında uşaq, tərbiyəli, ağıllı, mərfətli, məktəbdə seçilən, sayılan, bütün müəllimələri razılıq eləyən, yaxşı nəticə imtahanlardan toplayan uşaq, bax belə. İstəyimiz odur ki, tez, tələsik, tez bu cinayətkarlar, bu quldurlar, bu canilər tapılsın və hüquq qarşısında cavab versinlər. Çox xahiş edirəm, susmayaq. Başqa uşaqlar da belə olmasın deyə susmayaq. Elgün İbrahimovun qardaşı bildirib ki, onun qardaşı sakit insan olub. Heç kəslə problemi olmayıb. Evdən çıxıb hazırlığa getmişdi. Saat 4-dən sonra da getmişdi. Rəqs adından çıxdı, getmişdi çayçıya. Ondan da sonra telefona zəng çatmışdı. Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, mayın 12-sində 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri Xələfov küçəsində yerləşən yataqxananın həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır. Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirə salınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir. Fuad Nazimoğlu, İlşad Cəfər, APA TV, Gəncə.